Rusiya-Ukrayna müharibəsində cəbhədəki dəyişikliklər nəzərə çarpmağa başlayıb. Donbas istiqamətində gedən döyüşlərdə Moskvanın gerilədiyi sezilir. Məlumata əsasən Rusiya ordusunun hücum sürəti əhəmiyyətli dərəcədə zəifləyib. Bəzi cəbhə xəttlərində Ukrayna qüvvələri mövqelərini geri qaytara bilib. Kiyev 3 ildən sonra ilk dəfə cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər. Xarici nəşrlər yazır ki, Rusiyanın döyüş meydanında yas hücumu ilə bağlı heç bir əlamət yoxdur. Buna görə də işğal etdiyi əraziləri itirir. Məlumata əsasən hücum tempi dəyişməzsə, Moskvanın Donbası tam nəzarətə götürməsi üçün 30 ildən çox vaxt lazım ola bilər. Putin yəqin ki, döyüş meydanında qalib gələ bilməyəcəyini bilir. O başa düşür ki, müharibədə siyasi məqsədlərə çatmaq üçün çox az şansı var və nə vaxtsa Ukrayna ilə danışıqlar aparmalı olacaq. Onun əvvəlki kimi hərbi gücü yoxdur. Putin bütün imkanlara sahib deyil. Ukrayna prezidenti Vladimir Zelenskinin atəşkəslə bağlı bəyanatı Kiyevin parlaq diplomatik və təbliğat mesajı idi. Bu, əslində dünyaya kimin vəziyyətə nəzarət etdiyini göstərdi. Savaşda dronlardan istifadə döyüş meydanındakı güc balansını dəyişib. Ukrayna PUA-larının artan effektivliyi təsir dairəsini genişləndirib. Xüsusilə First Person View dronları Kiyev üçün vacib sayılır. Operator bu PUA-ları eynək və ya ekran vasitəsilə real vaxtda idarə eləyir. Nisbətən ucuz olduqları üçün geniş istifadə olunur. Bahalı raket sistemləri əvəzinə kiçik dronlarla milyonlarla dollar dəyərində texnika məhv edə bilir. Rusiyanın apardığı bu müharibə texnologiyanın sürətli inkişafına qlobal təsir göstərir. Rusiyanın təcavüzü nəticəsində təhdidlər daha təhlükəli xarakter alır, xüsusilə dronlarla bağlı. Bir çox tərəfdaş artıq bunu anlayır. 20 ölkə Ukrayna ilə birlikdə saziş üzərində işləyir. Biz bəzi ölkələrlə siyasi razılaşmalar əldə etmişik. Növbəti mərhələdə istehsalçılarla müqavilələr bağlanacaq və bizim hərbi təcrübəmiz artıq nəticə verir. Biz çalışırıq ki, balistik raketlərə qarşı müdafiə raketləri istehsal edə bilək. Hava hücumundan müdafiə üçün əlavə raketlərin təmin olunması bizim daimi vəzifəmizdir. Nəticədə bu, Rusiyanın hücum əməliyyatlarını çətinləşdirir. Analitiklərin fikrincə, Ukrayna dronları müharibədə dönüş nöqtəsi sayılır. Eyni zamanda bəzi şəhərlərdə PUA hücumlarına qarşı torlar qurulub. Bu vasitə sayəsində ərazilər dron zərbələrindən qorunur. Çünki PUA-ların pərləri həmin torlara ilişərək fəaliyyətsiz qalır. Məlumata görə hazırda cəbhə xəttindəki Rusiya hərbçilərinin 80%-ə qədəri dronlar vasitəsilə öldürülür. Eyni zamanda Ukraynanın digər texnologiyaları da hərbi məqsədlərə uyğunlaşdırılıb. Məsələn, adi kommersiya dronları üzərinə partlayıcı yerləşdirilərək döyüşdə istifadə olunur. Fiber optik PUA-lar da geniş ərazilərdə qoşun hərəkətlərini bir neçə dəqiqə ərzində aşkar etməyə imkan verir. Ənənəvi dronlardan fərqli olaraq sözü gedən PUA-lar uçuş zamanı arxalarından uzanan nazik tellər vasitəsilə idarə edilir. Bu isə onları elektron üsullarla demək olar ki, sıradan çıxarmağı mümkünsüz eləyir. Siqnallarının bloklana bilməməsi belə dronları daha əlverişli edir. Vladimir Zelenski son günlərdə qalib kimi görünür. Çünki o, sülh və təhlükəsizlik danışıqları aparmaq üçün müxtəlif ölkələrə gedirdi. Zelenskinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfərləri Ukraynanın drondan müdafiə texnologiyasına malik olduğu üçün onun qalib nüfuzunu artırmaq baxımından əhəmiyyətli olub. Ukraynada dron mütəxəssisləri var. Bundan başqa tərəflər arasında müharibənin 3 günlük dayandırılması razılaşdırılsa da, atəşkəs dəfələrlə pozuldu. Atəşkəsin son günündə Rusiya Ukraynaya 200-dən çox dron hücumu həyata keçirib. Həmçinin 80-dən çox aviabomba tətbiq edilib və 30-dan çox hava zərbəsi endirilib. Volodimir Zelenski hücumlar nəticəsində enerji obyektləri, çox mənzilli binalar və uşaq bağçasının zərər gördüyünü deyib. Bütün bunların fonunda isə danışıqların aparılması müzakirə olunur. Avropa liderləri Rusiya prezidenti Vladimir Putinlə dialoqa keçmək niyyətindədirlər. Hətta danışıqlarda vasitəçilərin seçilməsi gündəmdədir. Vladimir Putin vasitəçinin Almaniyanın sabiq kansleri Gerhard Schröderin olmasını istəyir. Amma digər keçmiş kansler Angela Merkelin də vasitəçi roluna daha uyğun olduğu bildirilir. Xarici nəşrlər yazır ki, Merkel bu postda ən yaxşı namizəd hesab olunur. Çünki o Volodimir Zelenski və Vladimir Putinlə şəxsən tanışdır. Xatırladaq ki, Avropa İttifaqı və Kiyev Putinin Gerhard Schröderlə bağlı təklifini rədd edib.